ilk dəyərli, gözəl həkim qonağımı təqdim etmək istəyirəm. Bunu vurğulamasam olmaz. Ümumiyyətlə, mən sevirəm. Bu bir kompliment deyil, bu belə sözün əslidir. Nərminə xanımı çox sevirəm. Nərminə Hacıyeva tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq bizlə bərabərdir. Xoş gəlmişsiniz, doktor. Xoş gördük Günay xanım. Bu qarşılıqlıdır. Siz bilirsiniz, sizi və bütün komandamızı mən də çox sevirəm. Var olasınız. Və çox darıxmışdıq bu aralar yayda. Yəni verilişlər olmayanda həqiqətən yəni bu verilişin yolunu gözləyirdik. Mən çox sevinirəm ki, bu bir il müddətində efirdə olduq, amma buna baxmayaraq bizim yollarımız kəsişdi və tamaşaçılara məhz sizin kimi dəyərli, peşəkar həkimi təqdim etdiyimə görə mən çox şanslıyam. Çox sevinirəm ki, məhz komandamızda illərin həkimi, illərin dəyərlisi və Azərbaycanın hər bir bölgəsindən, dünyanın hər bir yerindən yanına gələn bütün pasientləri razı salam. Hətta gedib, belə deyim, qohumda, qardaşda kimin ehtiyacı varsa, göz problemi yaşayırsa, onu götürüb gələn insanlar var. Hansı ki, efirdə sizi görən kimi bizi mesaj atəşinə tuturlar. Bilirəm ki, bugün də belə olacaq, çünki qaynar xəttimiz aktivdir. 055-254-0106 WhatsApp üzərindən bizə qoşula bilərsiniz. TikTok canlı yayımımızı icazənizlə bir neçə saniyədən sonra aktivləşdirəcəm. Ora qoşulmaq üçün isə artıq axtarışa Günay Zaur yaza bilərsiniz və qoşula bilərsiniz. Amma indi istəyirəm ki, bizim dəyərli doktorumuzun bir çalışdığı ünvanları qeyd edeyim. Onu tanıyanlar tanıyır, bilənlər bilir. Buradan dəyərli professorumuz Rasim doktoru da salamlayırıq. Bizim dəyərli professorumuz da bilirsiniz ki, bizim komandamızdadır. Mən çox sevinirəm, bir daha söyləyirəm, təkrar da olsa, çox şanslıyam ki, məhz komandamızda belə peşəkar, belə dəyərli, belə bəyənilən, belə sevilən, onlarla, yüzlərlə, minlərlə fəaliyyəti dövründə bəlkə də milyonlarla insanlara şəfa verən həkimlər var və elə siz də o qəbildənsiniz və Rasim doktor da elə bu sıralardadır. İnşallah növbəti həftədə onu da görəcəyik. Hər ikisi həm Hat Meditsin klinikada, həmçinin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində çalışır. Bildiyim kimi, Nərminə xanım günün birinci yarısında Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində pasiyentləri qəbul edir. Günün ikinci yarısında isə Hat Meditsin klinikada pasiyentləri qəbul edir. Əlaqə nömrələri ekranlarda 051 552 52 34 050 327 18 82 və müxtəlif əməliyyatlarla bağlı, müxtəlif müayinələrlə bağlı müraciət eləyə bilərsiniz. Bugün də çox maraqlı bir mövzu ətrafında söhbətimiz olacaq. Çünki doktorumuz buradadırsa, hə doktor? Elədir. Və bugün o mövzu düşünürəm ki, hər kəsin maraq dairəsində olacaq. Ekrana daha yaxın əyləşin. Kataraktadan əziyyət çəkənlər, qlaukoma, çəp gözlük, keratokonus, həmçinin eynəkdən azad olmaq istəyən kiçik yaşlılar, böyüklər, göz dibinin genetik xəstəlikləri və ən çox bizə sual verilən görmə sinirinin atrofiyası ilə də bağlı məhz Nərminə xanıma müraciət eləyə bilərsiniz. Bugün danışacağımız mövzu da məhz elə oftalmoloqumuz buradadırsa gözlərlə bağlı olacaq və göz problemləri ilə bağlı nə suallarınız varsa, hamısını bizə ünvanlaya bilərsiniz. Mən artıq TikTok səhifəmizi də aktivləşdirirəm və siz də bizə qoşula bilərsiniz. Gözlərimiz dünyaya açılan pəncərədir, amma çox zaman bu pəncərənin dərinliklərində nələr baş verdiyindən biz xəbərsiz oluruq. Elə göz dibi xəstəliklərini də bura aid etmək olar və göz dibinin belə dibində yaranan xəstəlikləri biz vaxtında hiss etmirik. Necə bunu hiss edək, necə vaxtında həkimə müraciət edəcəyimizi bilək, bunu bilmək üçün təbii ki, doktorumuzu dinləməliyik. Amma öncə istəyirəm ki, doktor, elə göz dibi xəstəlikləri nədir? Bu sualla başlayaq. Buyurun. Niyə dönə-dönə məhz bu barədə danışmaq istəyirik? Çünki həqiqətən göz xəstəlikləri arasında ən təhlükəli hallardır bu hallar. Yəni bilirsiniz, bəzən valideynlər gəlirlər, eşidəndə ki, uşağınız eynək taxacaq, çəp gözlüyü var, fokus problemi var, miopiyası, hipermetropiyası, astigmatı. Bəzi valideynlər o qədər üzülür. Elə valideynlər var, ağlayır hətta. Mən heç vaxt qorxuzmaq istəmirəm, sadəcə çox ətraflı məlumat verirəm ilkin müayinədə ki, bu nədir, gedişatı nə olacaq, niyə eynək taxır, məqsədlər nədir, müalicənin məqsədləri, haçan eynəkdən azad olmaq istəyəcək. Bir də görüm kədərlənirlər. Mən həmişə deyirəm valideynlərə, siz kədərlənməyin, siz şükür edin ki, belə yüngül problemləriniz var, hansıları ki, həll yolları var, yəni bunları həll etmək mümkündür. Eynəkdən də azad olmaq mümkündür. Hipermetropiyanı, miopiyanı, astigmatı hər bir halda gözdən silmək mümkündür. Hətta göz eksimer lazerə uyğun olmasa, çəp gözlüyü də əməliyyat etmək, gözü düz qoymaq mümkündür. Yəni bunlar problem deyil.
ağlasın, kədərlənsin o insanlar kimin ki göz dibində problemi var. Yəni çünki artıq göz dibi problemi həqiqətən problemdir və burada daha çox tez bir zamanda pasiyentlər bizə müraciət etməlidir. Çünki bir çox xəstəliklərin əməliyyat növü də heç yoxdur. Məsələn, görmə sinirinin quruması, atrofiyası, əməliyyatı var, yoxdur. Genetik xəstəliklər, toyuq korluğu, gözün tapitoretinal abiatrofiyası, Stargardt xəstəliyi, cürbəcür xəstəliklər, əməliyyatı var, yoxdur. Makula distrofiya, yaşa bağlı mərkəzi ləkənin quruması, yaş növü də var, quru növü də var. Əməliyyatı var, yoxdur. Müalicədir. Müalicəni haçan başlamaq lazımdır? İlkin mərhələlərdə ki, göz dibindən gedən görmə çünki adətən geri dönməz olur. Bəli, yəni görmə getdi, sağollaşırıq. Bəli. Ona görə vaxtında gəlin, yüksək görmə ilə gəlin. Pasiyent bilirsiniz, görmə həqiqətən görmə 90-dan 80-a, 80, 70-ə, 60, 50 düşəndə tədricən onlar hiss etmirlər. Ona görə hiss edirlər haçan görmə 10%, 5% düşdü, gəlir, birdən oldu, birdən olmadı. İllərin problemidir. Bəli, illərin problemidir. Ona görə həmişə deyirəm, 40 yaşından sonra, heç 40 yaşından sonra da olmaz. Ümumiyyətlə, hər bir insan ildə bir dəfə heç olmasa göz müayinəsindən keçməlidir. Çünki göz dibi, qorxulu xəstəliklər başlayanda insan heç nə hiss eləmir. Qara su heç nə hiss eləmir. Senil makulyar distrofiya hiss eləmir. Yəni, daha irəliləmiş, artıq xəstəlik irəliyib, bəli, hiss elir, gələndə artıq gec olur. Ona görə gecikdirməyin, gəlin. Ümumiyyətlə, göz dibinin xəstəliklərin növləri olur qazanılma. Göz dibinin xəstəlikləri uzun müddət pasiyentdə heç bir şey yox idi. Hansısa başqa səbəblərə görə daha çox yaşa bağlı, şəkərə bağlı, başqa problemlərə bağlı göz dibi xəstəliyi yarandı və genetik növlər. Genetik növlər əlbəttə ki, daha təhlükəlidir. Çünki bildiyiniz kimi geni silmək olmur qandan, daha çox qohum nigahlarda olur. Yaxşı ki, qohum nigahları artıq qadağa oldu. Bu çox düzgün bir qərar idi. Biz buna sevinirik. Çünki pasiyent girəndə onlar özləri də bilirsiniz, artıq bilirlər xəstəliyini, problemini, qohumsuz, bəli, qohumuq, yəni bilirlər və harada qeyri-adi, çox pis növlü xəstəliklər varsa, bilin ki, qohum nigahlardandır. Burada biz necə kömək edə bilərik? Daha öncələr ümumiyyətlə aciz idik. İndi kök hüceyrə müalicəsi var. Həqiqətən artıq 2-3 ildir ki, tətbiq edirik. Yəni, başlayanda biz də belə qalır, yəni bilmirdik. Nə olacaq? Sözündüzü, bəli, nə olacaq? Nəticələr necə olacaq? Çünki yeni bir müalicədir. Çünki eksperiment bir halındadır. Tək bizdə yox, bütün dünyada. Amma artıq Türkiyədə 15-20 ildir bu tədqiqatlar aparılır və pasiyentlərə təklif olunur. Ona görə biz də Bakıda bunu tətbiq etdik və kök hüceyrə müalicəsini tətbiq edirik. Hər həftə belə pasiyentləri biz müalicə edirik. Amma burada müalicənin əsas məqsədi nədir? Olan görməni saxlamaq və bəzilər dönə-dönə soruşurlar, həkim, bəs görməni artırmaq mümkün deyil. Artsa belə 10% artacaq. Yəni, daha çox artmayacaq. Artanda kimdə artacaq? Kim ki, vaxtında gəlib görməsi bir qədər də yüksəkdir. 50, 60, 70% görür. Kimsə 20, 30% görür, 10% görür. Bəli, bir çox pasiyentlər, 80% pasiyentlər vurğuluyur ki, həkim, biz söz verməmişik, amma özü vurğuluyur ki, bəli, həkim, mən biraz daha rahat yeriyirəm, biraz işıqlandı, bir də vurun. Yəni, nəticəsini görür. Tək görmə qalmasını yox, tək yəni bu xəstəliyin dayandırılmasını yox, hətta görmə qabiliyyətinin artmasını da hiss edir. Amma bu individualdır da, yəni individualdır. 80%. Əsas məqsəd odur ki, biz bunu saxlayaq, 80% pasiyentləri, yəni onu da deməyə bilmərəm. Çünki bir çox pasiyentlər həqiqətən yaxşılaşma hiss edir. Ona görə artıq 3-cü kursa gəlirlər və mən yəni görürəm ki, artıq bu 2-3 ilin ərzində həqiqətən effekti var. Ona görə məsləhət görürəm, çünki heç nə etmədən evdə oturub görməni tədricən itirməkdənsə nəsə cəhd atmaq lazımdır və bu çox gözəl bir müalicədir. Genetik xəstəliklərdə dediyim kimi kök hüceyrə müalicəsi, qazanılma xəstəliklərdə artıq baxır hansı xəstəlikdir. Yəni bildiyiniz kimi şəkərli diabet olan pasiyentlərdə diabetik retinopatiya çox ciddi, çox təhlükəli bir xəstəlik yaranır və onlar da ilkin mərhələlərdə heç bir şey hiss eləmirlər. Hiss eləyəndə artıq pasiyent gələndə heç demir şəkərəm, biz baxırıq göz dibində klassik görüntü. Orada nə baş verir? Şəkərli diabet olan pasiyentlər, mən həmişə deyirəm, necə ki bütün orqanları şəkərli diabet
məhv edir, zədələyir. Eləcə də çox şiddətli şəkildə göz dibi zədələyir. Nə mənzərə olur orada doktor? Bax, damarların divarları nazik olur, keçirəcəyi pozulur. Ona görə damarların göz dibində də damarlar var. Bəli. Yəni sinirlə birlikdə damarlar bütün göz dibini belə əhatə edir və onların dediyim kimi divarların keçirəcəyi pozulur və divarlardan göz dibinə maye, su, qan ilə dolur. Bütün göz dibi görüntüsü nədir? Sərt eksudatlar, maye, qan sızmalar, nöqtəvari qan sızmalar, ləkəvari qan sızmalar, cürbəcür qan sızmalar. Yəni daha çox görüntü budur. Yəni normal gözdən çox fərqlənir. Əlbəttə çox fərqlənir. Yəni dediyim kimi pasiyentə baxan kimi şəkərli diabet pasiyentisiz, bəli. Çünki bu görüntü məhz şəkərli diabet olan pasiyentlərə xasdır. Və daha irəliləmiş mərhələlərdə nə baş verir? Orada işemiya zonalar artır. İşemiya zonaları artanda bizim orqanizmin belə bir sistemi var. Yəni işemik zonalarda artıq təzə əmələ gələn damarlar yaranır. Onlar normal deyil, yəni normada olmamalıdır. Amma işemiyada deyə bu sahəni oksigenlə təmin etmək üçün təzə əmələ gələn damarlar, anormal damarlar, bu artıq irəliləmiş formada. Bunun adı artıq proliferativ diabetik retinopatiya, diabetik retinopatiyanın axırıncı mərhələsi və o damarlar çox nazik, üzüm salxımı kimi elə olur göz dibindən tam belə şüşəvari cisimə doğru böyüyür və hər an partlayıb göz dibinə, şüşəvari cisimə qan sıza bilər. Pasiyent birdən görməni itirə bilər. Birdən görməni itirir. Biraz onlar evdə otururlar, görməni itirir. Sonra ilkin gemoftalm biz buna deyirik. Gemoftalm yəni gözünün içində şüşəvari cismin qan ilə dolub olması nəticəsidir. Və ilk dəfə bu baş verəndə yavaş-yavaş qan sorula bilər, görmə açılır. Onlar arxayın otururlar evdə ki, mən görməni itirdim, qan soruldu. Yəqin yenə də itirsəm sorulacaq, amma xeyr, elə deyil. Yəni təkrar qan sızanda artıq sorulmur və bu pasiyentlər artıq müalicəlik deyil, vitrektomiya əməliyyatına gedir. Bu çox uzun, belə qarantiyasız əməliyyatdır. Haçan ki, bütün qan gözün içindən xaric olunur və görmə ondan sonra necə olacaq, heç bir həkim deyə bilməz. Yəni bu mərhələlərə gətirib çıxartmayın. Vaxtında gəlin, mən həmişə deyirəm, diabetik retinopatiyanın çox gözəl müalicəsi var, çox rahat, asan, ağrısız, narkozsuz, heç əməliyyat da deyil. Uzanırlar, çənəsini qoyurlar, alnı söykürlər. Lazerlə, lazer fotokoagulyasiya, argon lazerin vasitəsilə bütün klinikalarda var. Yəni qısa müddətdə, rahat şəkildə. Qısa müddətdə, yəni bəbək genəlir, MRT olunur, o CT müayinəsi, layla yoxlanılır bütün göz dibinin qişaları və daha sonra dediyim kimi lazer koagulyasiya olunur. Lazer koagulyasiya dediyim kimi diabetə stop demək üçündür. Yəni görməni artırmaq üçün deyil, stop eləmək üçün, yəni artıq bundan sonra şəkər gözü zədələməsin. Çox rahat şəkildə, hardasa hər iki göz biz çox lazer eləyirik, çox lazer eləmək lazımdır, pasiyent təkrar gəlməsin. Məsəl üçün, həqiqətən bir də görürsünüz, az lazer edirlər, amma təkrar pasiyenti çağırırlar, bir də gəl, bir də gəl. Biz çox edirik, bir dəfə edirik və biraz uzun çəkir, amma pasiyent bir dəfə gəlir. Amma ömrün axırına qədər bunu ara-sıra təkrarlamaq lazımdır. Nə qədər baxır, haçan siz gəlirsiniz. Vaxtında gəlirsinizsə, sizin gəlmə vaxtlarınız gec olacaq. Gec gəlirsinizsə, sizin gəlmə vaxtlarınız tez olacaq. Ona görə vaxtında gəlin, həm də bizi gec görün. O effekti qoruyub saxlamaqdan ötürü. Bəli, bizi gec görün. Həmişə də gözünüz yaxşı olsun. Göz içinə başqa bir xüsusi iynələr var, hansı ki, həmən o ödemi aradan qaldırır, qansızmanı götürür və bu xəstəliyi, yəni tamam qabağını alır. Doktor, bax, şəkərli diabet xəstələrinin adını çəkdiniz. Mən əminəm, indi orada təzyiq xəstələri də deyirlər. Günay, bu sualı da ver. Bəs bu təzyiq xəstələri necə? Onlar da qorxmalıdırlarmı göz dibi xəstəliklərindən? Bəli, əlbəttə ki. Biraz bundan da danışaq, göz təzyiqi yüksək, qan təzyiqi yüksək olan pasientlərdə onlar yəni risk altındadırlar göz dibi problemləri yaranmaq üçün. Onlarda daha çox göz dibinin venanın trombozu olur, gözün infarktı olur. Ona görə mütləq qan təzyiqini tənzimləməlidirlər. Necə ki, qan təzyiqi insult verir, tromb verir və pasiyent iflic olur. Eləcə də gözünə verə bilər tromb. Bizdə venalar var göz dibində. Hansısa venanı tutub, orada artıq qan dövranı şiddətli şəkildə pozulur və bütün qan torlu qişaya sızır.
buna rusca deyilir kartina razbitova pomidoru. Elə bir pomidoru əzmirsən, pomidor. bütün qanla dolu olur göz dibi. Bu klassik torlu qişanın venaların trombozu nəticəsində baş verir. Bu çox təhlükəli bir haldır. Axırda bu pasiyent müalicə olunmasa, qara suya deməli qanlı qara su deyilir. Qanlı qara su burada təzyiq artır. Axırda qanlı qara su heç bir dərmanlar ilə kəsmək olmur təzyiqi və pasiyent görməni tam itirə bilər. Orada da vaxtında gəlməlidir. Xüsusi müalicələr, onun da müalicəsi lazerdir, göz dibi iynələrdir. Elə olur yəni qurtarmır müalicə. Yəni iynəni vururuq, şişkinlik azalır, yenə çoxalır. Azalır, yenə çoxalır. Bu həmişə deyirik, bu gözün infarktı əsas gözün problemi deyil, ümumi bədənin problemidir. Ona görə terapevtə, kardioloqa, bəli, bərabər kompleks terapevtə, şəkildə bəli, kompleksdə kardioloqa müraciət etməlidir. Çünki bu ümumi bədənin problemi qan təzyiqinin yüksək olması nəticəsində baş verir. Onları tənzimləməlidir və o əlbəttə ki, bizim müalicəmiz ilə birlikdə çox gözəl nəticələr biz burada əldə edə bilirik. Doktor, bir də bu günümüzün, müasir günümüzün ayrılmaz hissələri var. Olsun telefon, bax qarşımda hal-hazırda həm telefon var, həm kompüter var, notebook var, planşetlər, hansı ki artıq az yaşlı uşaqlar belə bəzən dərsdə belə istifadə eləyirlər. Elə məktəblər var ki, sırf planşet üzərindən dərslər eləyir və təmas çoxdur. Bunların göz dibinə zərəri nə dərəcədədir? Məhz göz dibinə zərəri o qədər də yoxdur sözün düzü. Amma gözdə spazm yaradır. Yəni bu məlumdur. Mən həmişə deyirəm valideynlər gələndə ki, bəs bəli oyun oynayır, xeyr oyun oynamasın. Bu bir mənalıdır. Telefonu almalısınız əlindən, oyun oynamasın, dərs oxusun. Əgər dərs telefonlandır, yəni telefon vasitəsilə keçirilir, onlayn şəkildə, onda həmişə məsləhət görürəm, telefonu planşetə və yaxud da kompüterə dəyişdirsinlər. Çünki kompüterə baxmaq daha yaxşıdır, nəinki xırda-xırda telefona. Burada problem nədir? Xırda telefona baxır, xırda hərflərə, xırda əşyalara, rəqəmlərə. Burada fokus edən əzələ daim güc altında işləyir və gərginlik, bəli, gərginlik, fokus, nə qədər fokus etsin, gərginlik olur, spazm olur. Buna deyilər akkomodasiya spazmı. Akkomodasiya spazmı gözdə yalançı miyopiya yaradır. Pasiyent birdən zəif görür və bu müalicə olunmasa, bu hallar yenə də davam eləsə, yalançı miyopiya həqiqi miyopiyaya çevrilə bilər. Həqiqi miyopiya bilirsiniz nədir? Fokus problemidir. Pasiyent görmür, artıq ondan sonra eynəkdə görəcək. Və yaxud da miyopiya olan pasiyentlərdə olduğu miyopiyanın daha da sürətli artmasına səbəb olur. Yəni telefona baxanda bəli sürətli artacaq və bu çox pis bir haldır. Göz dibi miyopiya olan pasiyentlərdə danışaq. Miyopiya nədir? Gözün iri olmasıdır. İri olanda ön arxası olan ox iridir. İri olanda qişalar dartılır, nazikləşir. Təsəvvürünüzə gətirin, göz dibi retina nə vəziyyətdə olur? Dartılmış, həm sinirlər, həm damarlar, bütün qişalar dartılmış vəziyyətdə olur. Miyopiyanın yüksək dərəcələri artıq biz xəstəlik kimi dəyərləndiririk. Yəni fokus problemi tək deyil, xəstəlik kimi. Onlarda göz dibinin arxasında ekvatorial distrofiyalar olur, çatlar olur, deşiklər olur. Onlar vaxtında həmin argon lazerinin vasitəsilə bərk edilməlidir ki, gələcəkdə bu pasiyent ağır şey qaldıranda, qadınlar doğuş zamanı onlar qopmasınlar. Yəni bu miyopiya qopmasın və burada hətta çox irəliləmiş, belə çox yüksək mənfi 20-25 olan pasiyentlərdə o qədər nazikləşir, o qədər distrofiyaya uğrayır torlu qişa. Burada görmə sinirinin atrofiyaları artıq baş verir. Burada miyopik xorioretinit baş verir, mərkəzi ləkənin quruması, sinirin quruması. Yəni vaxtında siz uşağınızı gətirsəydiniz müalicəyə, xüsusi qaydalara riayət etsəydiniz, telefona çox baxmasaydınız, xüsusi gözəl fizioterapevtik aparatlarımız var. Gündəlik işləyirlər. Hər gün saat 10-dan 6-ya qədər uşaqlarınızı gətirin. Lazer, maqnit, ambliotrener, max, xüsusi fizioterapevtik aparatlar. Hansılar ki, o dediyim spazmı tamam aradan qaldırır, fokus edən əzələni boşaldır ki, pasiyent oxuyanda bu həmin pasiyentin miyopiyasını çox sürətlə artırmasın, yüksək nömrələrə gedib çıxmasın. Mən həmişə deyirəm, miyopiyanı siz sıfırlatmaq mümkün deyil, amma qabağını almaq mümkündür və bu artıq böyük bir nailiyyət olacaq. Təbii. Yəni 18 yaşına çatanda mənfi 10 olmasın, mənfi 8 olmasın, mənfi 15 olmasın, olsun 3, 4,
maksimum 5. Bunu əməliyyat etmək də daha Çünki asandır. bəli, lazerlə 5 dəqiqə ərzində, mən həmişə deyirəm, mənim mələk köməkçim var, indi də bizi izləyir. Qalan aşkilər -5, -6 eynək ilə gəzirdi, gəldi. Yaxşı ki, gözü lazerə uyğun oldu. Yaxşı ki, dərəcəsi -5, -6-dan yüksək deyil idi. 5 dəqiqə ərzində mələk incitdi, xeyr incitmədi. Ona görə hansı pasiyent bizə gəlir, deyir ki, həkim incidəcək və yaxud da məni incidir, mələk deyir, yox, yalan deyir, məni incitmir. Mən özüm o prosesi keçmişəm. Amma əgər miyopiya yüksəkdirsə, -10, -15, əlbəttə ki, lazerin gücü çatmayacaq. Çünki lazerdə bildiyiniz kimi buynuz qişa yonulur, buynuz qişa cılalanır, buynuz qişanın qalınlığı nazikləşir və qalıq buynuz qişanın qalınlığı o qədər kifayət olmalıdır ki, biz bu eksimer lazeri sizə tətbiq edə bilək. Hər bir halda eynəkdən azad edə biləcəyik yüksək miopları da, amma artıq göz içi linzaların vasitəsilə. Bir izləyicimiz çox belə maraqlı bir sual yazıb, eyni zamanda fikir yazıb, sual deməzdim. Suallarımız da var, indi oxuyacağım, həm TikToka gəlir, həm Instagrama, həm WhatsApp-a və yazır ki, anam deyirdi ki, mənim görməm yaxşıdır. Niyə müayinə olunum? İndi Nərminə xanımı eşidib şəkər xəstələri ilə bağlı dediyini deyir, məni Nərminə xanımın qəbuluna yazdı. Bəli, düz deyir ananız. Şəkər xəstələri daha diqqətli olsunlar. Biz həmişə endokrinoloqa üst tutub deyirik, yəni çünki biz onları görmürük də, onlar görmə azalanda bizi görürlər. Amma görmə azalmadan endokrinoloqa gedirlər. Ona görə endokrinoloq onlara deməlidir ki, şikayətin olmasa da göz həkiminə get. Hər 6 aydan bir göz dibini yoxla. Tək ki, siz eşidəsiniz ki, bizdən hər şey yaxşıdır, əladır. Mən həmişə pasiyentə istəyirəm bu sözü deyim. Sizdə hər şey yaxşıdır, əladır. Amma 6, heç olmasa 8 aydan bir gəlin yoxlayaq. Çünki ilkin mərhələlərdə tək lazerin vasitəsilə stop edəcəyik hər şeyi. Və belə bir gözəl doktorun qəbuluna getmək, elə həmin xanım üçün, anası üçün də bir daha doktorumuzun əlaqə nömrəsini qeyd edirəm. Ekranlarda da görürsünüz, 051 552 52 34, 050 327 18 82. Günün birinci yarısında Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində pasiyentləri qəbul edir. İkinci yarısında isə Hat Medicin klinikada pasiyentləri qəbul edir. Həmçinin Hat Medicin klinikasının rəhbəridir bizim dəyərli Nərminə xanım. Suallar çoxdur və deməli, bizim izləyicilərimiz elə maraqlı suallar yazırlar ki, istəyirəm ki, onları da səsləndirim. Bugün göz dibi xəstəliklərindən danışırıq, amma suallar tam fərqlidir. Doktor, indi keçəcəm o suallara. Bir izləyicimiz, deməli, düz oxumaram adınızı oxumayım. Salamlar olsun. Məndə yaxın görmə müsbət 1.5-dir, 1,5. Uzaq artıq müsbət 4-dür. 53 yaşım var. Müalicəsi varmı? Müalicəsi əməliyyatdır. Əməliyyat gərək gələsiz, biz sizin üçün seçək. Refraktiv əməliyyatdır, eynəkdən azad olma əməliyyatdır. Burada siz həm eksimer lazer ola bilərsiniz, yəni uzağı yaxını qəşəng görəcəksiniz və yaxud da göz içi axıllı linza qoya bilərik ki, tamamilə eynəkdən azad olasınız. Ümumiyyətlə, bu yaş qrupu 53 yaşda, deməli, dedi, uzaq müsbət 4, yaxın müsbət 1,5. Məncə, əksinə olar, uzaq müsbət 1,5 olar, yaxın müsbət 4, bilmirəm. Hər bir halda gipermetropdur, müsbətli refraksiyadır. Onlar bu yaşda çox məmnun qalır o refraktiv əməliyyatlardan sonra. Çünki onlar əziyyət çəkir. Yaxına bir eynək, uzağa başqa eynək, onu çıxart, bunu çıxart, bunu tax. Daha çox müəllimlər əziyyət çəkir və ona çox məmnun olur həmin əməliyyatlar. 2 növ var. Ya eksimer lazerin vasitəsilə, əgər buna bizim gözümüz imkan verir və yaxud da gözün içinə ağıllı linza qoymaq ilə çox gözəl nəticə almaq olar. İzləyicilərimizin sualları bitmir, ard-arda suallar və bir izləyicimiz çox xahiş edir ki, sualını səsləndirim, oxuyuram. Yazır ki, Günay xanım doktorumuzu da salamlayıram, həkimə sualım var. Qripdən sonra, yəni keçirdiyi xəstəlikdən sonra gözlərimdə yığılma var. Bunu aradan qaldırmaq mümkündürmü? Əlbəttə mümkündür. Qripdən sonra konjüktivit oldu, silikli qişanın iltihabı oldu. Bu problem deyil, iltihab olanda hər göz yığılar, çünki iltihablı gözdür. Gəlsin müalicəsini edək, yəni tamamilə keçəcək. Aha, Sultan Sadıqov yazır bizə, anadan gəlmə çəpgözlük deyirlər, əməliyyatdan sonra yenə qayıdır, 57 yaşım var. Xeyr, heç bir şey qayıtmır, 57 yaşı var, niyə bugünə qədər çəplik əməliyyatı etməyib, sual altındadır. Amma mən elə başa düşdüm ki, əməliyyatdan sonra yenə, bəlkə edib əməliyyatını qayıdıb. Yox, bizdə qayıtmır, mən onu bir mənalı
deyirəm, bizdən çıxan pasiyentlərdə çəplik qayıtmır. Başqa məsələ, mən həmişə vurğulayıram, dünya üzrə statistika var, 30% hallarda çəplik əməliyyatlardan sonra təkrar əməliyyatlara ehtiyac olur. Ona görə yox ki, qayıtmadı, hansısa qalıq bucaqlara görə. Bizdə bu statistikadan fərqli olaraq 5-6% hallarda təkrar əməliyyatlara ehtiyac olur. Çünki biz əməliyyatı çəpləmədə etaplara bölmürük. Yəni bir dəfə ilə ləğv edirik və 95% hallarda biz buna nail ola bilirik. Ona görə bizdə qayıtma məsələləri yoxdur. Nəyə görə? Çünki mən izləyirəm Nəriman xanımın bütün əməliyyatlarını və dünyanın hər bir yerindən sizi deyib gəlirlər. Qazaxıstan olsun, bilməm Özbəkistan olsun, Rusiyadan olsun, Rusiyanın, bəli, Qırğızistan olsun. Rusiyadan da var. Bəli, hansı ki onlar gəlirlər və övladlarını da gətirirlər. Və bizim nəticələr, yəni 3-4-5 il nəticələri deyil, 20 ilin artıq təcrübəsidir. Mən həmişə deyirəm, həkim qayıdacaq və yaxud da çəplik əməliyyatdan sonra və yaxud da lazer olunsam, sonra yenə zəif girəcəm. 20 il təcrübəmiz var. Bu günə qədər heç kim qapımızı döyüb deməyib ki, 5 il, 6 il yaxşı idi, sonra yenə çəpləşdi. Yəni elə bir şey mümkün deyil. Belə bir şey mümkün deyil. Təbii ki, bayaq sual verən izləyicimizə də buradan səslənmək istəyirəm. Rahat şəkildə müraciət eləyə bilərsiniz. Əlaqə nömrələri ekranlarda. Söhbətimiz davam edəcək. Göz dibi xəstəliklərindən danışırıq, amma əlavə suallar da var, hansı ki, o sualları qısa aradan sonra səsləndirəcəm. Və biz davam eləyirik. Sağlamlıq bir sərvətdir. Gəlin bu sərvətin dəyərini birlikdə bilək. Sağlam gün ay canlı qarşınızda. Verilişimizin hər anında bizə qoşula bilərsiniz. WhatsApp üzərindən 055 254 0106 yazın, zəng vurun. Həmçinin TikTok canlı yayımımızda da hal-hazırda yüzlərlə insan bizi izləyir, suallarını səsləndirir. Hətta bu reklam fasiləsində belə dəyərli doktorumuz izləyicilərimizin suallarını cavablandırdı. Mən ona təşəkkürümü bildirirəm. Bir daha qeyd edim yeni qoşulanlar üçün. Tibb üzrə fəlsəfə doktoru, cərrah oftalmoloq Nərminə Hacıyeva bizlə bərabərdir və mövsümün ilk görüşüdür Nərminə xanımla. Onun üçün çox darıxmışdıq. O bayaq dedi sizin üçün darıxmışam, amma biz də elə mən özüm, komandamız onun üçün çox darıxmışdıq və çox sevinirəm ki, bugün məhz o bizlə bərabərdir və bugün də çox maraqlı bir mövzu haqqında danışırıq. Göz dibi xəstəliklərindən danışırıq, amma tamaşaçılarımız hər belə deyim istiqamətdə suallar ünvanlayırlar. Elə keçmək istəyirəm tamaşaçı suallarına. İzləyicimiz yazır ki, 47 yaşım var, mən yaxşı görürəm, amma bəzən gözümün önündə işıq çaxmaları və ya qara nöqtələr uçuşur. Bu təhlükəlidirmi? Xeyr, təhlükəli deyil. Qara uçuşmalar şüşəvari cisimdə liflərin bir-biri ilə çarpazlaşması nəticəsində baş verir və hər insan işıqlı yerə baxsa, həmin o uçan cücüləri görə bilər. Onlar təhlükəli ola bilər haçan ki, birdən sayı çoxaldı. Bəli, hansısa göz dibinin xəstəliyin simptomu ola bilər. İşıq saçmalar başqa problemdir. Əgər pasiyent miopdursa, miopiyası varsa, bayaq dediyimiz kimi gözü iri olur, qişalar nazikləşir, dartılır, göz dibinin arxasında çatılar əmələ gəlir və bu çatılar qopmaq istəyəndə işıq saçma kimi simptom verə bilər. İskra kimi. İşıq saçma iskra. Ona görə belə bir hal baş veribsə, mütləq müayinəyə gəlib göz dibinin bütün arxa hissəsi xüsusi lupan vasitəsilə baxılmalıdır. Biz bilək ki, orada heç bir çat yoxdur və arxayın olaq. Yəni, iki fərqli simptom. Uçan cücülər adətən normal halda, işıq saçma iskra kimi təhlükəli ola bilər. Bir müayinəyə ehtiyac var, əziz izləyicimiz. Buyurub müraciət eləyə bilərsiniz. Şamxal adlı izləyicimiz yazır, qızı ilə bağlı narahatdır və deyir, həkimimizi də salamlayıram. Qızımda göz zəifliyi var. Hiss edirəm ki, gözündə çəplik də var. Nə eləmək olar? Mütləq müayinəyə, tez. Yəni, vaxt itirmədən müayinəyə, gözəl müalicə. Mən həmişə deyirəm, çəpliyin ilkin müalicəsi eynək taxmaqda 13 yaşı var dedi. Yaşını demədi, yox. Nə qədər tez gəlirsiniz, bir o qədər yaxşıdır. Eynək kömək etməyəndə əməliyyat. Çəpliyin başqa müalicə üsulları yoxdur. Ona görə vaxtında gəlin, eynək ilə düzəldək, eynək ilə düzəlməsə əməliyyat ilə düzəldə bilərik. Daha bir izləyicimiz yazır, Günay xanım, atamın 74 yaşı var, setçatka deyilir. Yəni gözünün bəbəyi, onu yenidən bərpa etmək mümkündürmü? Göz dibi xəstəliklərdən danışırıq. Göz dibi setçatka deməkdir. Setçatka rusca deməkdir. Göz dibi, bəli, setçatka, retina. Bunlar hamısı eyni şeydir.
Çox güman ki, sitçatkası göz dibi zədəlidir, artıq görməsi yoxdursa təəssüf ki, nəsə etmək mümkün deyil. Aha, bir maraqlı sual var. Əslində bu sual düşünürəm bir çoxlarını maraqlandıracaq. 40 yaşı ötən kimi bir çoxları bundan şikayət edir və izləyicimizin sualı da yerinə düşdü. Deyir, salam, 45 yaşım var. 2 ildir ki, yaxından hərfləri yaxşı görmürəm. Bu normaldırmı? Bu normaldır. Mənim də 43 yaşım var. Artıq 1 ildir. Deyə bilmərəm ki, yaxşı görmürəm, amma artıq əvvəlki kimi görmürəm və ara sıra eynəklərdən istifadə edirəm. 45 yaşı varsa, görürsə, hələ ki, eynək taxmasa da olar, amma əgər hansısa iş növü ilə məşğuldursa, hardakı mütləq yaxını daha gözəl görməlidir, bəli, gəlsin, eynəklər yazaq. Və bir izləyicimiz yazır ki, salam, gözümdə anlıq qaralmalar olur. 17 yaşım var. İndi bu yəqin ki, bir anemiya ilə də bağlı ola bilər. Bəli, çox gözəl dediniz. Gözə bağlı da problem ola bilərmi, doktor? Bəli, əlbəttə ki, ani qaralmalar ola bilər. Birdən durdu, qaçdı və qan təzyiqi düşdü, ani qaralma baş verdi. Çox güman ki, odur. Amma yenə də elə bir şey, elə bir halla bağlı deyilsə, onu gəlsin, yoxlayaq. Və belə bir maraqlı sual var. Nərimanə xanım bunu da cavablayacaq. Deyir, Günay xanım, oğlumun 17 yaşı var. Uzaq görməsi 15%-dir. Əməliyyatsız bunu bərpa etmək mümkündür. Xeyr, mümkün deyil. Fokus retinaya düşmürsə, torluq işə düşmürsə, heç vaxt düşməyəcək. Göz quruluşundan asılıdır. Göz quruluşu sizcə dəyişdirmək mümkündür müalicə ilə? Xeyr, mümkün deyil. Necə ki, boyu balacalaşdırmaq və yaxud da uzatmaq mümkün deyil. Elə də gözün quruluşunu da dəyişdirmək mümkün deyil. Ona görə o belə də qalacaq. Mümkündür əməliyyatla. Bir izləyicimiz durmadan bu sualı yazır. Mən əsasən ümumi sualları səsləndirirəm ki, hər kəs oradan özünə cavab götürsün. Amma bu xanım durmadan yazdığına görə sualı səsləndirəcəm. Yazır ki, qızımın gözü şişib, böyük şişib və ağrıyır, qızarıb. Bu çox güman ki, allergik konjunktivitdir. Şişibsə, bəlkə uşaq allergik statusu var uşaqda. Yoxlasın, mütləq müayinəyə gəlsin. Yəni, allergiya əleyhinə müalicə yazaq, konjunktivit, silikli qişanı iltihabına görə müalicə yazaq, keçəcək. Ümumiyyətlə, belə uşaqlarda müalicədən əlavə, onlar müalicə olunur, sonra gedirlər, bəzi qaydaları pozurlar və yenə də bu baş verir. Çölə çıxanda gün eynəklərdən istifadə eləsin, bir də yeməyinə fikir versin. Sirkə tərkibli məhsullar, mayonez, ketçup, şorabalar, turşular, fanta, kola, limonadlar və ac qarnı şirinyat uzaq dursun o uşaq. Aha, bir kimyaçı izləyicimiz var, 44 yaşı var və söyləyir ki, 44 yaşım var, məndə katarakt da var. Bu normaldırmı? Eynəkləri götürə bilmirəm. Nə vaxt əməliyyat məsləhətdir? Əgər o zəif görürsə, əziyyət çəkirsə, onun yetişməyini gözləmək qəti qadağandır. Gəlməlidir. 2 mm kəsik ilə 10 dəqiqə ərzində onu oradan xaric edib gözünə gözəl ömürlük göz içi linza qoyacaq. Beləliklə tam normal görəcəyik. Bir var katarakta çox az, əlbəttə ki, normal deyil. Yəni, hər bir hal normal deyil, amma katarakta qorxulu bir hal deyil, onu da deyim. Katarakta bilurun bulanmasıdır. Bəlkə bilurun mərkəzi zonaları, mərkəzi sahələri şəffafdır və o 100% görür, amma yenə də kataraktası var. Çünki bilurun qabıq qatları bulanıb, ona görə biraz gözləyə bilər. Yox, əgər katarakta artıq bulandırıb biluru o qədər ki, görmə azalıb, onda bəli, onu gözləməsin ki, tam bulansın, mütləq vaxtında əməliyyat etsin. Bir izləyicimiz yazır ki, Günay xanım, botoksdan gözümün biri yığılıb, nə etmək lazımdır? Botoksdan vurublar bura çox miqdarda, alın xırda olanda, mən həmişə deyirəm, çox miqdarda kosmetoloqa deyin vurmasın. Vuranda əzəllər iflic olur. Bizim üst göz qapağın əzələsi var, botoks orada gedib çatır, ptoz olur. Ptoz, göz bağlanır, bu üst göz qapağın botoksa bağlı hissəvi iflicidir. Heç nə etməyin, oturun gözləyin, botoksun təsiri gedəndən sonra açılacaq. Amma bundan sonra bilin ki, yəni o miqdarda vurmamalıdır kosmetolog botoks. Aha, diqqətli olun, belə hallar da olur və peşəkarlara müraciət edin. Deyir, Günay xanım, mənim qızımın göz dibində oxuya bilmirəm o nə yazıb ki, nə var, söz biraz qarışıq yazılıb. Göz dibində yəni ki, nəsə bir problemdən söhbət gedir. Ümumiyyətlə, deyir, göz dibi xəstəliklərinin bir müalicəsi varmı? Tam müalicədən söhbət gedir. Tam yoxdur. Nəsə edək, göz dibi xəstəliki tamamilə getsin, işsiz mümkün deyil. Baxır yenə də hansı problemdir.
Amma qabağını almaq mümkündür və çox gözəl müalicələrin vasitəsilə. Salam, Muradov yazır. Mənim oğlumun 11 yaşı var. Gözündə arada görürəm olur, spazm kimi. Nə məsləhət edər doktorumuz? Onu görəsən necə görür o spazmı? Görəsən Maraqlı, necə hiss eləyir ki, o spazmı bilmirəm. Kənardan necə görünür o? Bəli, o spazmı necə görür ki, o çox maraqlı sualdır. Biraz dəqiqləşdirsin. Gözümə daim qan yığılır. Bu nə ilə bağlı ola bilər? Belə insanlar çoxdur. Bəli. Xüsusən mən də rastlaşıram bəzən. Bəli. Adam sual verməyə də çəkinir. Bəli, kapillər partlayır, qanla dolur. Bu qorxulu hal deyil. Bu konjunktiv altına qan sızmadır. Bu necə ki sinyak belə göyərti olur, harasa dəyib. Neynim tez keçsin. Heç nə, oturun gözləyin, haçan ki o sahə tamamilə qandan sorulsun. Yəni bu təhlükə varmı bu burada? Bu qan təzyiqi yüksək olan pasientlərdə, bir də əsəbdən, stressdən, gərginlikdən olan pasientlərdə heç bir təhlükəsi yoxdur. Amma yəni çalışsınlar bu hallar tez-tez baş verməsin. Doktor, mən sizə təşəkkür edirəm. Bu qədər sualı bir nəfəs almadan cavablandırdınız. Tamaşaçılarımıza təşəkkür edirəm ki, bu qədər aktivdirlər, bu qədər bizə inanırlar. Biz də çalışacağıq ki, elə verilişimiz yayımlandığı müddətdə də sizin inamınızı doğruldaq, dəyərli həkimlərimizlə bərabər. Və mən çox sevinirəm ki, həqiqətən Sağlam Gün Ay komandasında, o həkim komandasında seçmə peşəkar həkimlər toplanıb və o dəyərli vaxtlarını ayırıb gəldikləri üçün mən hər birinizə təşəkkür edirəm Nərminə xanım. İndi sizlə üzbəüzən bunu qeyd edirəm. Var olasınız. Çox xoş oldu yenə də bugün sizi görməyə. Var olasınız. Elə qarşılıqlıdır və dəyərli doktorumuz günün birinci yarısında Akademik Zərifə Əliyev adına Milli Oftalmologiya Mərkəzində, ikinci yarısında Hat Medicine klinikada pasientləri qəbul edir. Əlaqə nömrələrini bir daha qeyd edirəm ki, siz də qeyd edəsiniz. 051 552 52 34 050 327 18 82.